TikTok'da takipçi artırmaq. Bugün sizə bu videoda bu haqda məlumat verəcəm dostlar. TikTok'da izləyici sayınız, yəni takipçi sayınız azdırsa, paylaşdığınız kontentlər insanların qarşısına çıxmırsa, yəni keşfdə düşmürsə, bunun səbəbi TikTok'da takipçi sayınızın az olmasıdır. Çünki TikTok ilk video paylaşdığınız zaman sizin videonuzu ilk olaraq takipçilərinizə göstərir. Əgər takipçiniz yoxdursa, ilk saatda baxış dalğası videonuza gəlmirsə, videolarınız keşfə düşmür. Amma sakit olun. Sadəcə 5 dəqiqədə TikTok'da tamamilə güvənli bir şəkildə takipçi sayınızı necə artıra bilərsiniz bu haqda məlumat verəcəm. İlk öncə bu haqda məlumat verim ki, heç bir şifrə istəmir. Sadəcə TikTok istifadəçi adınızı yazmaqla TikTok'da takipçi iləsi edə bilərsiniz. Ən əsası bunlar gerçək takipçilərdir. Yəni videonuzu izləyirlər və bəyənirlər. Yəni tamamilə gerçək Azərbaycanlı takipçilər olacaq. Heç bir ödəniş etmədən siz də TikTok'da takipçi sayınızı artıra biləcəksiniz. Bugün sizə addım-addım necə edə bilərsiniz bunu göstərəcəm. Gəlin videomuza keçid edək. Dostlar, addımlara keçmədən öncə bir şey xatırlatmaq istəyirəm ki, hər videomuzda olduğu kimi kanalımıza abunə olub, videonu bəyənib TikTok istifadəçi adınızı yorumlara yazsanız, hər kəsə takipçi hədiyyə edəcəyik dostlar. Bilginiz olsun, bu şəkildə test etmiş də ola bilərsiniz. İndi isə gəlin videomuza keçid edək. Dostlar, Google'a gəlirsiniz, takipçi.com yazırsınız. Çıxan ilk yaşlı loqolu sayt, bu sayta daxil olursunuz dostlar. Aşağıya doğru düşəcəksiniz. Aşağıda bütün hilələr bölümü var. Bura daxil olacaqsınız. Bütün hilələrdə heç bir ödəniş etmədən sosial media hesablarınızı böyüdə bilərsiniz. TikTok hilələrine daxil olursunuz. Buradan TikTok izləyici hiləsinə daxil olursunuz. İstifadəçi adınızı yazırsınız dostlar. Mənim belə bir hesabım var. Sosial Media 3 adında hesabım var. Miqdarı seçirsiniz dostlar. Günlük 3000 limit var. Mən 2000 göndərəcəm. Yəni hamısını göndərməyin. Mən yavaş-yavaş göndərmə etməyi seçirəm. Sizə də bunu məsləhət görürəm dostlar. Burada miqdarı seçirsiniz dostlar. Mən 1700 ədəd göndərməyi seçirəm. Azərbaycan serverini seçməyə diqqət edin. Yəni xarici server olmasın. Azərbaycan serverini seçirsiniz. Göndər düyməsinə basaraq tamamilə gerçək Azərbaycanlı takipçilər əldə edə bilərsiniz.